Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Ermənistan Göyçənin bu hissəsini Azərbaycana verir. İrəvanda ara qarışdı. Azərbaycanla bağlı şayəni o şərəfsiz yayıb. Ermənistan Müdafiə Nazirliyi açıqladı. Mehdiyev işi Abbas Abbasov axtarışa verildi. Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi. Lavrovun açıqlamasına Bakıdan şərh, Azərbaycanı qorxutmağa çalışır. Nikol Paşinyanın müavini, sərhədin demarkasiyası üzrə komissiyanın rəhbəri Mehir Qriqoryanın ofisi bir neçə gün öncə Azərbaycan və Ermənistan nümayəndələrinin Yeqarkunikdəki, Göyçədəki Zod qızıl mədəninin sərhədyanı hissəsinə baxış keçirdiyi haqda məlumat yaydı. Ermənistan mediası sərhədin bu istiqamətində delimitasiya işlərinin başlandığı məlumatını yaysa da, Qriqoryanın ofisi bunu təksib edib. Erməni ekspertlər Zod yatağına nəzarətin Azərbaycana veriləcəyi haqda iddialar irəli sürür. Erməni ekspert Armen Manvelyan iddia edir ki, Bakı və İrəvan arasında artıq razılaşma var. Stat. Razılaşmaya görə Ermənistan tərəfi Azərbaycana Zod qızıl mədəninə nəzarət etmək imkanı verəcək. Yəni Zod mədəninə nəzarət etmək üçün birgə komissiya yaradılır və Azərbaycanlılara mədənin Azərbaycanın nəzarətində olmayan hissəsinə baxış keçirmək imkanı verilir. O bildirib. Paşinyan hakimiyyətini tənqid edən Manvelyan onu da iddia edir ki, Ermənistan yaxın gələcəkdə anklava çevriləcək. Stat. Tavuşdakı anklavlar, Qazaxın kəndləri qaytarılacaq və Gürcüstana gedən yol Azərbaycanın nəzarətinə keçəcək. Eyni zamanda Tiqrana Şeni, Kərkini verəcəklər. Nəticədə cənuba gedən yoldan məhrum olacağıq. Trip layihəsi Zəngəzur dəhlizi işə düşdükdən sonra isə İranla quru əlaqəsi tamamilə kəsiləcək və Ermənistan kiçik bir anklava çevriləcək. Statın sonu. Ermənistan Müdafiə Nazirliyi keçmiş hərbçinin Mehridə Azərbaycan təxribatı ilə bağlı açıqlamasını İrəvana qarşı növbəti informasiya hücumu adlandırıb. Axaraz xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib. Yumşaq desək, şərəfsiz xidməti ilə fərqlənən bir şəxsin açıqlaması təkcə dezinformasiya deyil, həm də Ermənistana və onun silahlı qüvvələrinə hücum etmək üçün növbəti uğursuz cəhddir. Nazirlik qeyd edib. Nazirlik bu cür şayələri hibrid təhdidlər kimi qiymətləndirib və hüquq mühafizə orqanlarından reaksiya gözlədiyini vurğulayıb. Xatırladaq ki, ehtiyatda olan leytenant polkovnik Nayda Gevorkyan Azərbaycan silahlı qüvvələrinin uğursuz hücum həyata keçirdiyini, Ermənistan bölmələrinin isə atəş açmamaq əmri aldığını bildirmişdi. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər ittihamı ilə istintaqa aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub. Cinayət işi üzrə toplanmış materiallar əsasında Azərbaycan Respublikası Baş Nazirinin sabiq birinci müavini uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib. Milli Şuranın üzvü sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib. Bu barədə Gültəkin Hacıbəyli özü sosial şəbəkə hesabında məlumat yayıb. O bildirib ki, bugün ona 5 il müddətinə Türkiyədən deport olunması ilə bağlı rəsmi qərar təqdim olunub. 3 gün öncə saxlanıldığım Arnavutköy geri göndərmə mərkəzindən çıxarılaraq Çatalca geri göndərmə mərkəzinə gətirilmişəm. Bu mərkəzdə insanlar adətən daha qısa müddətə saxlanılırlar. Belə bir təəssürat yaranır ki, mənim Azərbaycana göndərilməyim üçün hazırlıq işləri aparılır, o yazıb. Qeyd edək ki, Gültəkin Hacıbəyli noyabrın 29-da gecə Türkiyədə saxlanılıb. Rusiya Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqil siyasətlərindən narahatdır. Telegraf xəbər verir ki, bunu politoloq Elxan Şaynoğlu deyib. Ekspert bildirib ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov İranın dövlət televiziyasına müsahibəsində Qərb ölkələrini regionda qərarlarını diktə etmək üçün Xəzər beşliyini parçalamaq niyyətində olmaqda günahlandırıb. Stat. Lavrovun sözlərinə görə Qərbin yanaşması müstəmləkə, neokolonial siyasətin birmənalı davamıdır. Stat. Bunun mahiyyəti ondan ibarət idi ki, Qərb həmişə başqalarının hesabına yaşamaq istəyib. Eyni şeyi Xəzər regionunda da görürük.
Qərb indi öz planlarını hazırlayır, Xəzər beşliyini parçalamağa və Xəzəryanı dövlətlərin konsensusundan faydalanmayacaq qərarlar qəbul etməyə çalışır. Kreml, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqil siyasətlərindən narahatdır. Lavrovun açıqlaması məhz bundan xəbər verir. Rusiya rəsmiləri bir tərəfdən qonşu ölkələrin daxili işlərinə qarışmadıqlarını bəyan edir, digər tərəfdən isə Lavrov kimilər vasitəsilə bunun tərsini sübut edirlər. Lavrovun mesajı qərbdən çox bölgə ölkələrinə ünvanlanıb. Xəzəryanı, Azərbaycan, Qazaxıstan və Türkmənistanı qorxutmaq məqsəd daşıyır. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri qonşu ölkələrlə yanaşı ABŞ və Avropa İttifaqı ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu, həmin dövlətlərin, o cümlədən Azərbaycanın təbii haqqıdır. Mərkəzi Asiya ölkələri ABŞ və Avropa İttifaqı ilə 500+ bir formatında əməkdaşlıq edir. Bu formatda keçirilən görüşlərin sayı artıb. Bu, Kremli narahat edir. Rusiyanın hakim dairələrində hesab edirlər ki, Vaşinqton və Brüssel bu yolla Cənubi Qafqaz və Mərkəzi Asiyanı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışır. Elxan Şayınoğlu'nun fikrincə burada həqiqət payı var. Vaşinqton və Brüssel istəmir ki, Rusiya qonşu ölkələrdə hegemon mövqelərə sahib olsun. Stat. Məsələ budur ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin özləri də Rusiyanın təsir alətlərindən qurtulmağa çalışırlar. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri bərabər hüquqlu əməkdaşlığa üstünlük verir. Bu isə Rusiyanın imperialist dairələrinin maraqlarına cavab vermir. Kremlin Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsi Rusiyaya qonşu ölkələri Moskvadan məsafə saxlamağa məcbur edib. Sergey Lavrovun vurğuladığı Xəzər beşliyi bu hövzədə yerləşən ölkələrin müxtəlif mövzular üzrə əməkdaşlığını ehtiva edir. Bu siyasi hərbi blok deyil ki, başqa bir dövlət bunu parçalamağa çalışsın. Lavrovun vurğuladığı Xəzər beşliyinin birliyinə zərər vuran varsa, bu elə ilk növbədə Rusiyadır. Politolog xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev Xəzər dənizində ekoloji vəziyyətin ağırlaşması barədə dəfələrlə açıqlama verib. Stat. Xəzərdə suyun səviyyəsi ilbəil aşağı düşür. Bunun isə əsas səbəbi Volqa çayından Xəzər dənizinə gələn su axınının süni surətdə azaldılmasıdır. Rusiya Volqa çayının sahilində elektrik stansiyaları tikib. Bu stansiyalar isə çayın Xəzərə axınının azalmasına səbəb olub. Bu baxımdan Xəzərdə suyun səviyyəsinin azalması Kremli o qədər də narahat etmir. Bunlar varkən Lavrovun Qərb Xəzər beşliyini parçalamağa çalışır açıqlaması ikrah doğurur. Statın sonu.